Heç bir uşaq nə atasını, nə anasını bağışlamaq zorunda deyil. Hər birinizə salamlar. Bugün səsli deməyə çəkindiklərimiz videosunun ikinci bölümünü çəkirik. Birinci bölümü o qədər uzun müddətdə çəkmişəm ki, artıq yeni yadıma düşdü ki, biz ikinci seriyanı çəkməmişik. Amma bundan sonra çalışacağam ki, davamlı olsun. Suallarımız var əlimizdə və sualları yenə asanlıq dərəcəsindən çətinlik dərəcəsinə doğru düzməyə çalışacağım daha doğrusu. Elə isə vaxt itirmədən başlayaq. Birinci sual. Hər şey yaxşı gedəndə elə bilirəm ki, başıma nəsə iş gələcək. Baxın, həyatın axışına ümumiyyətcə fikir versəniz, elə zamanlar olur ki, güvənmədiyimizi düşünürük ki, hər şey yaxşıdır, hər şey superdir, amma birdən nəsə olar, nəsə başıma iş gələr, ya sevdiyimi itirərəm, ya ailəmi və s. kimi. Bu his birdən bizi o qədər öz əhatəsinə almağa başlayır ki, artıq həqiqətən inanmağa başlayırıq ki, həyatda nəsə qəribəlik var. Və bunu bir çox sözlərlə bizim beynimizə yeridirlər. Məsələn, bəzi sözlər var ki, bugün çox güldük, yəqin ağlayacağıq və s. kimi. Ya da çox stabil olmayan, qeyri-stabil bir ailədə böyümüsünüzsə, məsələn, hər an hər şey eləyə biləcək bir ana ilə, ata ilə böyümüsünüzsə, İndi də həyatın axışında olarkən nəsə pis gedəcək deyə bir narahatlıq yaranmağa başlayır. Çünki sinir sisteminin də zaten görüb öyrəşdiyi şey bu olduğu üçün bundan ehtiyat eləyir ki, əgər bir zamanlar görmüşəmsə, demək hər zaman görmə ehtimalım var. Ona görə də daim tetikdə qalma halı yaşayırıq. Bəs bundan necə çıxmaq olar? Təbii ki, əgər bu duyğunu yaşaya bilirsə, demək buradan çıxa da bilərik. Hər gün bədəninizə, öz sevginizdən, öz qayğınızdan verərək, əsasən kiçik toxunuşlar eləyərək bu hissənizə mən güvəndəyəm, rahatam və hər şey yolundadır tipli təlqinlər edərək bədəninizi, sinir sisteminizi rahatlaşdırın. Bu sizə çox kömək eləyəcək ki, artıq özünüzü bir nöqtədə rahatlaşdırasınız və həyatınıza qarşı daha stabil şəkildə baxmağa bacarasınız. İkinci sual. Pulum olmayanda özümü dünyanın ən zavallı insanı kimi hiss edirəm. Bunu necə aşım? Baxın, pul ümumiyyətcə bizim üçün nə deməkdir? Bir çox imkanları əldə etmək üçün bir açardır. Yəni bir vasitədir ki, biz hər şeyi onun vasitəsilə əldə eləyək. Bu istəyirsiniz azadlıq ola bilər, maddi olaraq ya da mənəvi olaraq baxır sizin pula yüklədiyiniz mənaya və yaxud da sizin üçün güc, status ola bilər. Bəzilər üçün də sadəcə bir vasitə ola bilər. İndi qəribə bir məqam var ki, bunu hər zaman təlimlərimdə də deyirəm mən. Bir şeyin üzərinə siz nə qədər məna yüklüyürsünüzsə, o şeyin olduğu versiyadan çıxarıb öz verdiyiniz mənanı yüklüyürsünüz. Siz bu həyatda onun arxasınca qaçmayacaqsınız və onun sizə gəlmə ehtimalı hər zaman az olacaq. Məsələn, tutalım bunu pul üzərindən aparaq. Pula yüklüyürsünüz ki, pul bərabərdir güc və status. Nə olmağa başlayır avtomatik? Siz pul axtarışından çıxırsınız artıq, güc və status axtarışına girməyə başlayırsınız. Çünki əslində pul qazanmaq adı altında istədiyiniz şey nədir? Pul qazanım, daha güclü, daha statuslu olun və s. kimi. Nə zaman ki, biz pulun üstündəki o proyeksiyanı ayırıq, pula sadəcə pul kimi, güc və statusa da bir kənardan baxırıq, o zamanlarda pul gəlməyə başlayır. Elə bil bu bilirsiniz nəyə oxşuyur? Tutalım ki, pulun adı Aygündür, statusun da adı, nə bilim, Günaydır. Siz nə eləməyə başlayırsınız? Günayı çağırırsınız əslində, amma istəyirsiniz ki, Aygün də sizə dönsün. Axı, Günayı çağırdığınız yerdə Günayı öz adı ilə çağırsa, Aygün də Aygünün adı ilə. Necə ikisi də eyni anda gələ bilər? Bu məntiqlə baxdığınız zaman görəcəksiniz ki, bəzi şeylərə proyeksiyanız üzündən necə deyim, məna yüklədiyiniz üçün onlardan uzaq qalırsınız. Bunu həll etməyin yolu da çox sadə. Pula məktub yazaraq ona qarşı nə hiss etdiyinizi, əslində onun altında nə axtardığınızı səmimi şəkildə özünüzə etiraf edin. Digər sualımıza baxırıq. Bəzən sevdiklərimin uğursuzluğundan həzz alıram. Çox gözəl sualdır, çox təbii sualdır və çox sevirəm ki, insanlar bəzən öz içlərindəki bu qaranlıq tərəfləri də göstərməkdən çəkinmirlər. Ümumiyyətcə bir şey deyim ki, hər birimizin içində mənfi tərəflər var. Mənim də bəzən qısqancı olduğum, həsəd apardığım, hətta bəzən indinin özündə də zamanlar olur. Amma bunları görüb bastırmaq yerinə qəbul edirəm ki, okey, məndə də bu var və bu məni pis insan etməz. Sadəcə təbii insan olmağın gətirdiyi duyğulardır ki, bu məndə də var və bunu sevgi ilə qəbul edirəm ki, həyat sabah birisi gün qarşıma bu tip insanlar çıxardıb zorla onu mənə qəbul etdirməyə çalışmasın. İndi
Biz sevdiklərimizin uğursuzluğuna qarşı, onların yıxılmasına qarşı bəzi zamanlarda həzz ala bilərik. Bunun indi səbəbi də çox maraqlıdır. Ümumiyyətcə, buna bir tərəfdən baxacağıq. Baxın, təsəvvür edin ki, sizdə heç nə yoxdur, sevdiyiniz insanın istədiyi bir şey yoxdur. Tutalım o sizdən çox cazibəli bir qadın olmağı tələb edir, tutalım ki, və siz düşünürsünüz ki, mən cazibəli bir qadın deyiləm. Bu məndə yoxdur. Okay, bunu qəbul eləmisiniz ki, bu məndə yoxdur. Və əgər cazibəli bir qadın çıxsa qarşısına, bu o deməkdir ki, nə olacaq? O insan məni tərk eləmə ehtimalı olacaq. Niyə? Çünki onun axtardığı şey cazibədir. İndi bir insanda özünü bu tip hiss eləyir həyatda. Sevdiklərim uğurlu olacaq. Amma məndə uğurun qarşısına qoyula biləcək daha böyük bir şey olmadığı üçün onların həzz alıram ki, yıxılsınlar, həyatda büdrəsinlər və mənə qarşı gəlsinlər. Çünki mənim heç nəyim yoxdur. Mənim sadəcə varlığım var və onları bundan cəlb eləyə bilməyəcəyim üçün daha onlar zəif olmalıdır ki, mən onların qurtarıcısı olum, onların həyatında daha aktiv rol oynaya bilim və bu sayədə də özümüzü rahatlaşdırıq. Əslində aldığınız həzz sizi artıq görə biləcəkləri, sizə ehtiyacı ola biləcəklərinin xəbəridir ki, siz ondan həzz almağa başlayırsınız. Yenə dediyim kimi, bu da üstündə işlənilməsi gərəkən bir məsələdir. Digər tərəfdən, xəyanətdən sonra yenidən onu bağışladım, özümə nifrət edirəm. Xəyanət halları artıq keçmiş zamanlara baxmış, indiki dövrümüzdə çox artmağa başlayıb və qəribə bir şəkildə artır. İnsanlar artıq bilirsiniz necə? Sabit bir münasibət qurmaq istəmirlər. 5 nəfər, 10 nəfər, hətta bir münasibətə saysız insanlar gətirirlər ki, bu da zaten münasibət olmaqdan çıxıb. Yəni belə münasibət olmur. Münasibət normal olaraq iki insanın arasında baş verir və eləcə də yekunlaşır. Amma xəyanət etdikləri zaman siz özünüz o insanları bağışlayırsınızsa, burada baxmalı olduğunuz bir məsələ var. Okay, özünüzə nifrət etmək deməyək də, bir nöqtədə burada özünüzə nəzər salmalısınız ki, mən nəyə görə bu insanı bağışlayıram? Nəyə görə hələ də o insanın mənə etdiyi hörmətsizliyə rəğmən bizim münasibətimizi 3-cü, 10-cu, 5-ci insan əlavə etməsinə rəğmən nəyə görə hələ də mən o insandan asılı qalıram? Burada məni ondan asılı saxlayan şey nədir? Bunu vərəqdə yaza bilərsiniz. Məsələn, o insanın müsbətləri və yaxud da mənfiləri ya da o insanda sevdiyim və ondan almaq istədiyim şeylər. Bu tip şəkildə onları yazırsınız və görməyə başlayacaqsınız ki, bir şey var ki, ya da bir neçə şey var ki, siz onu hardansa ala bilməmisiniz vaxtında, uşaqlığınızda və yaxud da həyat yolunuzda və o insandan artıq almağa başlayırsınız. Tək onda gördüyünüz üçün nə edir etsin. Ola bilər inciyəsiniz ondan xəyanət üçün, amma sonunda deyirsiniz ki, axı bu şey ondadır, ondan qopmamalıyam, nə olur olsun onu bağışlamalıyam. Özünüzə bu nöqtədə nifrət etməyin, sadəcə sizi pasiv bir rola salacaq. Sadəcə özünüzə sual verin ki, mən nifrət eləyirəm hal-hazırda, nifrət duyğusu var içimdə, amma buna gətirib çıxardan bir duyğu var və mən insan olduğum üçün bunu normal qəbul eləyirəm. Ola bilər, okey, demirəm bu yaxşı şeydir elədiyiniz, yox. Amma sizi bura gətirən şey nədir? Hansı duyğudur ki, hələ də sizi öz əsarətində saxlayır? Onu tapın və onun üstündə müəyyən işlər aparın. Digər sual, kiminsə məndən asılı olması mənə güclü hiss etdirir özümü. Bu da bayaqki sualla çox əlaqəli sualdır. Sevdiklərinin uğursuzluğundan həzz alıram. Baxın, asılı olmaq nə deməkdir? Əsarətim altındadır, gücüm altındadır. Onu çox gözəl şəkildə idarə eləyə bilərəm deməkdir. Yəni, bir nöqtədə gəlib çıxır ki, bu insanın heç nəyi yoxdur və sadəcə məndən asılıdır. Mən. Bu da bir nöqtədə özünü göstərir ki, insanın o egosunda bir zədələnmə olduğu üçün o insanları idarə etməkdən həzz alır ki, kimsə idarə eləyim ki, həqiqətən gücümün, statusumun fərqinə beləcə varmağa başlayım. Bu da yaxşı sayıla biləcək bir şey deyil, amma yenə dediyim kimi, heç bir duyğu deyə bilmərik ki, pisdir. Ya da heç bir duyğu deyə bilmərik ki, yaxşıdır. Biri üçün görülən duyğu yaxşı ola bilər, biri üçün görülən duyğu isə pis ola bilər. Bunun adını biz qoya bilmərik, amma bir şeyə nəzər salmalıyıq. Nəyə görə kimsə idarə etmək istəyirəm? Belə idarə edəndə nə hiss eləyirəm özümdə? Məsələn, bu var məndə və bunu işlətməyi sadəcə mən bilirəm. Mənim əsarətim altındadır ki, bunu necə işlətmək olar və avtomatik olaraq məndə bir
ego zehirlənməz türklər demiş yaşamağa başlayır ki, bunun sirrini təkcə mən bilirəm və bu artıq məni digərlərindən fərqli eləyir. Mən artıq idarə eləyə biləcək gücdəyəm. Bu da mənim dəyərimə dəyər qatır. Yəni öz dəyərimi nələrisə idarə etmək gücü ilə əlaqələndirirəm. Ona görə həzz alıram ki, nəsə məndən asılı olsun, onu idarə eləyim ki, özümün fərqinə də vara bilim. Bir digər suala baxdıqda isə mən anama qıcıq oluram. Bunu etiraf etmək o qədər çətindir ki, mənim üçün izah edə bilmirəm də. Bu dövrümüzün demək olar ki, ən böyük problemlərindən biridir. Valideynə qarşı ümumiyyətcə nifrət etmək. Deməzdim ki, anormal bir hissdir. Heç bir hiss, yenə bayaq dediyim kimi, anormal adlandırıla bilməyəcək qədər təbii və gözəldir. Sadəcə bir şeyə nəzər salmalıyıq ki, bu həyatda istər anamız, istər atamız, istər övladımız olsun, istər özümüz olaq, əgər biri bizə səhv eləyirsə və yanlışlarına göz yummağa başlayırıqsa həmin insanın, bu axırda bizi gətirir pasiv-aqressiv şəkildə ona qarşı duyulan mənfi hisslər göstərməyə və siz zamanla bunu içinizdə bastırırsınız, qıcıqlanırsınız, sevdiyiniz insanlara qarşı içinizdə bir qıcıq yaranmağa başlayır. Göstərməyəndə artıq bir nöqtədən sonra bilirsiniz nə yaranmağa başlayır. O insanın dediyi bir salam belə sizi türklər demiş tetikləyə bilir. Siz artıq qıcıqlanırsınız, əsəbləşirsiniz. Sən niyə mənə salam dedin? Niyə bu tonda salam dedin? Və heç bir uşaq nə atasını, nə anasını bağışlamaq zorunda deyil. Bu bəzi kitablarda, bəzi insanların dilində gəzir ki, uşaq ana atasını mütləq bağışlamalıdır, günahdır, ayıbdır və s. kimi. Baxın, əgər bir şey sizi kör-köranə öz yoluna dəvət eləyirsə, orada zaten şübhə etməli olduğunuz bir şey var. Nəyə görə? Niyə insan öz ata-anasını bağışlamalıdır? Özdə əmr şəklində. Heç kim, heç kəsi bağışlamaq məcburiyyətində deyil. İnsan bəzən özünü belə bağışlaya bilmir. Qaldı ki, öz ata-anasını bağışlaya bilsin. Sadəcə bağışlamaq dedikdə siz qəbul etməlisiniz ki, bu insan var, okey, mənə bunları eləyib, həyatımdakı yeri budur. Amma dəyişdirə bilmərəm. Yaşanan budur, olan budur. Mən bundan artığını eləyə bilmərəm. Sadəcə o insanın varlığını qəbul eləməliyəm ki, olubdur. Amma onu qəbul eləmədikcə, içimdə onun kinini daşıdıqca, həyat yolunda özüm gedə-gedə onu da arxamca çəkib gətirirəm. Çünki hələ də sinir sistemimi algılamağa başlayır ki, bizim orada həll edilməyən bir məsələmiz var və onun arxasınca getməliyik. Ona görə də siz o insana özünüzdən enerji verirsiniz daima. Qəbul etmədiyiniz müddətçə, onun bu həyatda yerini görmədiyiniz müddətçə özünüzdən ona daim bir şeylər verməyə başlayırsınız. Digər sual, hər kəsin mənə sən güclüsən, edərsən deməsindən nifrət edirəm. Günümüzün ən çox bizə yeridilən sözlərindən biri. Sən hər şeyi özün eləyə bilərsən, sən çox güclüsən, emosional olaraq sarsılmazsan tipli sözlər deyərək insanları daşlaşdırmağa başlayırlar ki, onlar öz emosiyalarını unutsunlar, öz qəlblərinə yaxınlaşmağı unutsunlar. Mən insanam, mən də bəzən yorula bilərəm deməyi unutsunlar deməyə çalışdırılan bir məsələdir bu və çox zaman bəzi danışanda insanları eşitməyə başlayıram ki, deyirlər ki, yox, mən hər şeyi özüm edəcəm, hər şeyin nöqtəsindən özüm gələcəm. Deyirəm ki, okey, gəl, bu həyat sənindir, məsuliyyət sənindir, hər şey sənin üstündədir, öz həyatına aid olun. Amma səncə bəzən dəstək almaq, kimdənsə kömək istəmək də bu həyatın bir parçası sayılmazmı? Çünki sən bu dünyaya gəlmisən, amma tək olaraq gəlməmisən. Bu dünyada hər kəs ətrafında var və əhatəndə səni sevən, dəstəkləyən, sənin yanında olmaq üçün can atan bir çox insanlar var. İnsanların da təbii ki, bunu deməsi çox yaxşı bir hal deyil ki, sən özün etməlisən, sən hər şeyin ən yaxşısını bilərsən, hər şeyin ən yaxşısını özün edərsən, sən sarsılmazsan və s. kimi insan bir nöqtədən sonra özünə deməyə başlayır ki, axı mən də insanam, mən də yoruluram, mən də tükənirəm, mən də depressiyaya girə bilirəm. Və bu nöqtələrdə çox yaxşı fərqindəlikdir ki, o saxta motivasiyanın həvəsinə düşməyib, öz yolunuzla gedirsiniz ki, burada bir yanlış bir şey var. Hər şey mən edə bilmərəm. Zaten hər şey mənim öhdəliyimdə də deyil. O ki, özümə aid olan məsuliyyəti alıram, amma mən də insanam, mən də zaman-zaman yorula bilərəm. Ona görə də çox gözəldir ki, hər şeyi ilk növbədə fərqindəliklə yaşayırsınız və öyrənirsiniz.
Əminəm ki, bunun da öhdəsindən insanlara bəzən sərhəd çəkərək ki, mən də insanam və yaxud da kənarda özünüzə sadəcə dəstək verərək ki, okey, mən bunları eşidirəm, amma mütləq baş əyməliyəm deyə də bir şey yoxdur. Bunları özünüzə sakit şəkildə deyirsiniz, rahatlaşdırırsınız və zamanla görməyə başlayırsınız ki, hər şey sizin istədiyiniz kimi irəliləyir. Artıq sualların sonuna gəldik. Mənim üçün çox gözəl idi ki, həm öz təcrübələrimə əsaslanan, həm də bilik və bacarıqlarımdan əldə etmiş olduğum bəzi fikirləri sizlərlə bölüşdüm. Ümid eləyirəm ki, bu video sizin üçün faydalı oldu. Gələcək bölümlərdə yenə sualları sizinlə paylaşacağam və çalışacağam ki, bu dəfə daha tez bir şəkildə bu seriyanın davamı gəlsin. Hər birinizə uğurlar.